Salamlar, vaxtınız xeyir olsun dəyərli izləyicilər. Deməli, evin həyətində ağac varsa, ora bağlı bağçalı ev demək olar. Nümunə üçün bir dənə ağac var. Bu ev oldu bağlı bağçalı ağac. Və plus qoz ağacıdır, gətirib də. Bir dəqiqə, qozun kilosu 10 manatdır. Qozunuz var. Deməli, həyəti genişdir. Xırdalan şəhəri Ağ Parkın arxasında. Hündür bir ərazidə geniş həyəti, kürsüsü, qoşadaşı, kupçalısı çox əla bir yerdir. Küləyi görürsən qəşəng. Super bir yerdir. Həyətə maşını rahat formada saxlaya bilərsiniz. Çək arkadaşlar. Bax burada 2 dənə yan-yana ev var. İkisinin də qiyməti evdir. Amma orada qozu yoxdur. Bu evin qozu var. 5 daş kürsüsü var, qozu da var. Birinci mərtəbəyə daxil oluruq. Tam mülkiyyət kupçadır. Torpağın evin kupçası var. 2 mərtəbə, 4 otaq. Qiymət 93.000 manat. Xırdalan şəhəri Ağ Parkın arxasında. Otaqların genişliyi əladır. Burada bizim mətbəxdir. Pəncərələrin qarşısı açıqdır. Yəni havalanır, gün vurur. Birinci mərtəbədə sanuzelimiz. Deməli, qalxaq ikinci mərtəbəyə. Qiymət çox əla bir qiymətdir. Yerləşmə yeri əla bir yerdir. Hündür bir ərazidir. Qalxırıq ikinci mərtəbəyə. Qalxdıq ikinci mərtəbəyə qalxaq kimi burada sanuzelimizdir. Təmiri qaydasında. Sağ tərəfdə iri bir yataq otağı. Yataq otaqların genişliyi çox əladır. Qoy mən keçeyim. Bax, pəncərələrin qarşısı açıqdır. Görürsünüz, gün vurur, hava vurur. Qəşəng. Otaqlar genişdir. Qiymət 93.000 manat. Xırdalan şəhəri Ağ Parkın arxası tam mülkiyyət kupçalı. 2 dənə yan-yana belə evimiz var. 2 dosta, 2 qardaşa qismət olası evlərdir. 2 eltiyə qismət olmasın. Eltilər bir-birini sevmir çünki. İkinci mərtəbədə 3 dənə yataq otağı. Elə bir gecə yatırsan, ürəyin nəsə yemək istəyir. Əlimi atırsan, burada bir dənə qoz qırıb yeyirsən. Baba. Qozumuz da var. Qozu buradan yemək olur. Pul. Evlə bağlı əlavə nəsə sual olarsa aşağıda qeyd olunan nömrə ilə saxlaya bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.